Salam, siz Havada Qalan Söhbətlər layihəsini izləyirsiniz. Bu dəfəki qonağım, dəyərli dostum, sevilən ifaçı Ayaz Babayevdir. Qeyd eləyək ki, veriliş Avedes Travel şirkətinin sponsorluğu ilə yayınlanır. Xoş gəlmisiniz. Burada alqış qoyarsın. Mütləq şəkildə montaj Xoş gördük. Rauf, səni salamlayıram, sənin izləyiciləri və tamaşaçıları salamlayıram. Uzun zamandır belə podkast olsun, intervyu olsun vermirəm. Yəni sən təklif eləyən kimi, çünki efirlər və baxıram, hamısı çox maraqlıdır. Dedim, gəlirəm, özü də ürəkdən gəlirəm. Minnətdaram, çox sağ ol. Doğrudan da bu sən sağ ol ki, dəvət elədin. Gərgin iş qrafikına vaxt ayırıb gəlmişəm. Ayaz, bizim konseptimiz səyahətdir. Və biz bilirik ki, sən səyahəti çox sevirsən, bir çox ölkələrdə olmusan. Gəl elə ənənəvi bu sualla başlayaq ki, Ayazın ilk səyahəti necə xatırlayır, ilk səyahət təcrübəsi necə olub və hansı anlar yadda qalıb? Buyur. İlk səyahətimdən sonra ümumiyyətlə, yəni digər o bir səyahətlərim yadımda qalmır. O dərəcədə. İlk dəfədən təyyarəyə minib Amerikaya uçmuşam. İnsanların sonuncu gedəcəyi. Ən azından bir onun Mən bir ki, oradan belə də. İlk dəfə orada uçmuşam, yəni heç vaxt yadımdan çıxmır. Çünki məsələn, atıram, əgər mən yaxın qonşu dövlətlərə getsəydim, məsələn, Moskvaya getdim 2021-ci ildə, baxdım ki, Moskva çox əzəmətli şəhərdir. Amma belə baxanda birinci Moskvanı görsəydim, sonra New Yorku görsəydim, mən New York mənə o qədər də wow gəlməzdi. Düşünün ki, heç yerə getməmiş bir adam, gördüyüm ən maksimum hündür bina Flame Tower'dır məsələn. Gedib düşmüşəm New Yorka. Neçənci ildə? 2019-da. Aha. Orada məsələn Times qəzetinin elə bir dənə binası bəs eləyirdi. Belə başını qaldırırsa. Ona görə eyfariyaya düşdüm. Ona görə ilk səyahətim ömrü boyu mənim yadımda qalacaq ya bundan əmin. Neçə gün qaldınız orada? Bir hardasa 15-20 gün belə qaldım. Birinci getdik DC-yə, Vaşinqtona. Sonra getdik. Özdə düşünün ki, Vaşinqton Bakı kimidir belə, yəni də çox belə deyim göydələnlər, nə bilim maraqlı, yəni belə sakit şəhərdə, belə daha çox megapolis deyil də, yəni belə sakit o ki. Düşünün DC-dən New Yorka maşınla getdim. Mən də bütün yolu yatdım çünki ondan bir gün qabaq toy olmuşdu. Yorulmuşdum. İstərseniz yolda yatdım. Gözümü belə açanda bir də gördüm o mahnı belə fonda verildi. New York. O fonda artıq. Ya bu nədir belə? Maraqlı idi. Gözləndiyiniz qədər gözəl idi New York. Bəli. Əslində elə sizin o şləpadan da biz görürük, I love New York. Yazıb da manifest deyil. Yenə ikinci dəfədə mütləq şəkildə inşallah gedərsiniz. İnşallah. Bilirik ki, həm də ölkə xaricinə konsertlər də vermisiniz. Yəni bu musiqidir, səyahətdir, harmoniya təşkil edir. Maraqlıdır. Hansı ölkələrdə konsertlər vermisiniz və sizin üçün ən yadda qalan o konsert təcrübəsi? Ümumiyyətlə, Azərbaycanla müqayisədə də, yəni burada da siz en qədər məsələn çıxışlar edirsiniz. Müqayisədə necədir məsələn, orada konsert verməyə, o konsert təcrübəsi necə olur əslində xarici ölkələrdə? Tam səmimi deyim, xaricdə 2 qat, bəlkə də 10 qat daha çox sevgi görürsən. Nəyə görə? Çünki Azərbaycanda insanlar müntəzəm olaraq səni görürlər bir yerlərdə. Yəni çünki Bakı balaca şəhərdir, sən hər nə qədər də ulduz həyatı yaşamaq istəsən, yəni ən azı 10 gündə bir hansısa bir restoranda səni görürlər. Yəni bu da çox normaldır. Yəni bunun altına yazmasınlar ki, sən kimsən ki, səni görməsinlər. Ya sözüm onda deyil. Yəni demək istəyirəm ki, amma Avropada məsələn yaşayan Azərbaycanlılar Almaniyaya konsertə gedəndə baxırsan ki, insanların o sevgisi, çünki həsrətdirlər də, darıxırlar Azərbaycan mahnıları üçün, Azərbaycan sənətçiləri üçün. Bir də ki, sevdikləri sənətçi olanda burada da yəni mən oluram belə. Təbii ki. Və bu artıq tanınmaz bir faktdır. 2 qat belə wow effekt. Yəni Almaniyada insanlar gəlir kulisdə mənlə görüşür, belə baxıram birinin əbələdə 50 belə sevincdən, həyəcandan titrəyir. Dedim ki, mənim arxada öz əlim belə deyil. Bu bratsa. Ya ona görə düşünürəm ki, hər iki konsertlər, yəni Bakıda da konsertlərim maşallah olsun, həmişə sold out keçir. Avropa olsun, Rusiya olsun, yəni xaric har olur olsun, yəni həmişə bir zal varsa, yəni mən mütləq şəkildə onu doldururam. Bunu da deyəndə bizim orada yazırlar məsələn rəylərdə ki, həm məsəl üçün 1000 nəfərlik yeri doldurmusan. Yəni unutmasınlar ki, Azərbaycan nüfuz olaraq yəni yarım milyardlıq bir ölkə deyil, yəni 10 milyonluq ölkəyi xaricdə yaşayan Azərbaycanlıları da sayarsak total 40-50 milyonluq. Yəni hər ölkədə biraz, amma belə baxanda Almaniyada konsertə 600-700 kilometr uzaqdan gələn insanlar var idi. Özdə mən konsertə gedən ərəfədə düşündüm ki, orada Almaniyada bir dövlətlə problemləri var idi. Tırlarla bütün yolu bağlamışdılar. Yəni traktorçular mı, kombayn nəsə kənd təsərrüfatı ilə məşğul olan insanlar bir belə deyim də necə boykot eləmişdilər. Yollarda problem var idi. Ona rəğmən yəni biz ekstra masalar da artırdıq. Və buna rəğmən doğrudan da gəldi. Bir şey əslində o tam fərqli bir başqa düşüncədir. Bugünkü də siz Almaniyada gəlib özünüz də vurğuladığınız kimi 10 milyonluq bir xalqıq. Yəni biz maksimum nə qədər
Orada yaşayan və doğrudan da sevən varsa, bir 10 nəfər də varsa, demək ki, bu bir uğurdur. Bunu danmaq və yaxud bunu müzakirəyə çıxarmaq məncə lazım deyil. Bəs buyur. Mən düşünürəm ki, ümumiyyətlə üzr istəyirəm, Rauf, sözünü kəsdim. Mən düşünürəm ki, ümumiyyətlə, yəni əsas özəy Azərbaycanda burada bir-birimizi biz dəstəkləsək, biz nəinki Azərbaycan daxili, yəni xarici dövlətlər də yəni bizi alqışlayar, sevər. Məsələn, bugünkü gün mən baxıram, çox mənə ləzzət eləyir ki, Roza Zərgərli məsələn baxırsan, bütün qonşu dövlətlərdə MDB-də necə sevilir. Yəni məsələn, adicə onun rəylərinə girib baxıram, rus dilində orada yazırlar ki, deyir biz başa düşmürük ki, Azərbaycanlılar məsəl üçün biz bu qədər sevgi ilə yanaşırıq, bu cür gözəl rəylər yazırıq, amma Azərbaycanlılar öz sənətçisinə bəzən elə rəylər yazır ki, biz şoka düşürük. Yəni əslində bu çox üzücü durumdur. Yəni baxırsan ki, yəni sən öz sənətçini dəstəkləsən, əslində istənilən sahədə fərqi yoxdur. Bugünkü gün baxırıq ki, güləşçilərimiz dünya çempionu, Avropa çempionu, yəni hər sahədə bugünkü gün Qarabağ futbol klubu məsələn UEFA-da, yəni ki, hər sahədə uğurlu ola biləcək ən potensiallı insanlar toplumuyuq biz əslində. Sadəcə tək əksimiz mənə görə bir-birimizi sevməməyimiz və dəstəkləməyimiz. Razıyam. Belə yerdə təəssüf ki, təbii ki, hamıya da aid deyil. Yəni sapı özümüzdə olan baltalar deyək də biz buna. Əslində bugünkü gündə siz dediniz, yəni istənilən bir sahədə uğur qazanmaq, bu bir Azərbaycan, hər şeyi qoyaq bir qarağa, bu Azərbaycan vətəndaşıdır. Və bugünkü gündə bunu əgər bu ifaçı da ola bilər, bu digər sahələrdən ola bilər, uğur qazanırsa, bu artıq mühakimə olunmur. Yəni bu insan ordadırsa deməli oradadır. Bu qaliblər müzakirə olunmur. Mütləq şəkildə. Bəs Ayazın arzusunda olduğu bir ölkə varmı ki, orada konsert vermək istəyir? Konsert vermək istəyirəm. Belə deyim, Rusiyada dəfələrlə olub, Avropada 2 konsertimiz olub, Azərbaycanın müxtəlif yerlərində Mingəçevir, Gəncə, Naxçıvan konsertlərimiz, Quba, Zaqatala, Qəbəh, yəni çox yerdə Azərbaycan daxilində də, xaricində də olur, amma yəni mən İstanbulda hələ ki Türkiyədə yəni sırf özəl dəvətlərə gedirəm də, məsələn Dubay olsun, İstanbul olsun, burada Azərbaycanlılar çox yaşayır. Məsələn Türkiyə və Dubayda konsert istəyərəm eləyim. Əslində olur dəvətlər də gəlir, sadəcə olaraq qonorarda anlaşa bilmirik. Amma düşünürəm ki, yəni mən qiymətimi düşməyəcəm. Siz o pulu mənə verəsiniz. İnşallah tez bir zamanda bu arzular reallaşar. Ən yaxşı səyahət yoldaşı sualını vermək. Düzdür, biz bu rubrikada da verəcəyik, amma ümumi də belə bir toxunmaq istəyirəm. Biz bilirik ki, ümumiyyətlə sənin bugünkü gündə çox yaxşı həm duet ortağın, həm yol yoldaşın, həm də dostluq söhbət artıq hisslə gedir. Və hisslə də sizin çox maraqlı səyahətləriniz olur. Gəl istəyək ondan danışaq. Ümumiyyətlə hisslə dostluq necə yarandı? Bu səyahət yol yoldaşlığı. Gəlin də başlayaq o dostluq necə ərsəyə gəlib və ümumiyyətlə bu yol yoldaşlığı, o ruh uyumu nətər oldu? Əslində belə deyim, ortaq dostlarımız var idi. Bizim rejissorumuz, buradan salamlayıram, Fərman Bəşirli. Fərman bizi tanış elədi ilk dəfə. Yəni belə qiyabə hamı bir-birini zaten tanıyır. Belə tanışlıq yarandı. Ortaq dostlarımız Natonim Kalevor, Əslixan, Yüzbek Sagirov, yəni bir komandaydıq bir dönəm hamımız. Oradan elə yarandı mehribançılıq, dostluq. Belə Azərbaycan daxili səyahətlərimiz çox olurdu. İlk dəfə xaricə çıxdıq keçən il bir yerdə İstanbulda. Çox maraqlı oldu, çox qəşəng oldu. Siz təsəvvür edin ki, Beşiktaşda belə o açıq klublar olur. Biz getmişik ora, sevdiyimiz bir mahnı gəldi. Yəni enerji o qədər uyum sağlayır ki bir-birinə. Yəni ki, belə də Bakıda məsələn o qədər rahat deyil, amma xaricdə olanda da istənilən dəliliyi insan eləyir. Sevdiyimiz mahnını eşitdik deyəndə sevincə qaçdıq ki, bu kluba gedirik, əladır bu mahnıları. Nə bildilər ki, biz sərxoşuq, bizi buraxmadılar. Biri yok ben alamam içeri bunlar. Biri vallahi biz sarhoş değil, sevdiğimiz mahnı var idi falan. Yani bırakmadılar. Çok maraqlı anılarımız var tətildən. Sonra bu yaxında Dubaya getdik. Orada da qəşəng istirahət elədik. Yəni düşünürəm ki, əslində yerin heç bir önəmi yoxdur. Önəmli olan insanlardır. Yəni bir yeri gözəl edən insan. Məsələn, mən Avropaya sonuncu dəfə tək getmişdim. Yəni düzdür, təşkilatçımız, sənətçi dostum Nərgiz Məcidli var idi orada, Nisə Rəhimova var idi. Buradan salamlayıram. Amma yəni də bir öz çevrəm var ki, hansı ki bütün gün bir yerdə olduğun insanlar və elə oldu ki, biz Polşadan Nərgizgil getdilər Berlinə. Mən Polşada qaldım bir gündə. Mən plan belə idi ki, oradan İsveçrəyə keçərəm falan. Bir gün mən tək qaldım, yəni ki, Avropa mənə cəhənnəm kimi gəldi, mən sizə izah eləyə bilmərəm. Görüntülü bütün dostlarıma zəng edib qoymuşam orada ki, mənlə söhbət edin. Tək gəzməyi onda xoşlamırsınız? Əslində bəlkə də xoşlayardım, o qədər iç-iç iyi ki, hər zaman. Ona görə yəni, məsələn, ilk dəfə Amerikaya tək getmişdim, qardaşım da viza alınmamışdı, birisi mənim qardaşım, həm də mənim menecerimdir. Onda viza alınmamışdı, ora tək getmişdim, amma o vaxt belə deyildim, sonra nəsə psixoloji problem.
Söz yerinə düşər. Biz də sizi tək qoymamaq üçün səni daha doğrusu. Kimisə studiyaya gətirmək. Yox, studiyaya gətirmə ki, qonaq qarşılayın gəlir. Təyyarədə hansı məşhurla səyahət eləmək istəyirsən? Çox qeyri-ədalətli bir bölgümüz var, amma biraz da Amma maraqlı. indi bunu deyim ki, kimisə seçərəm, kimisə seçməyəm, heç kim inciməsin. Səyahətə geridir, ölümdür, itimdir. O zaman başlayaq. Zahir Baxşəliyev yoxsa Xoşgədəm Hidayət qızı? Zahir Baxşəliyev. Zahir Baxşəliyev yoxsa Vüsalə Əlizadə? Vüsalə Əlizadə. Vüsalə Əlizadə yoxsa jurnalist Pərviz Hüseyn? Vüsalə Əlizadə ilə. Vüsalə Əlizadə yoxsa Flora Kərimova? Vüsalə Əlizadə. Vüsalə Əlizadə yoxsa Mətanət Əsədova? Vüsalə Əlizadə. Vüsalə Əlizadə yoxsa Manaf Ağayev? Vüsalə Əlizadə. Vüsalə Əlizadə yoxsa Zamiq Hüseynov? Vüsalə Əlizadə. İndi çox çətin sual. Vüsalə Əlizadə yoxsa Hiss? His. Hiss. Hiss yoxsa Dua Lipa? Dua Lipa yoxsa His? Hislə uçmuş oldu Dua Lipa. Dua Lipa yoxsa Nuran? Dua Lipa. Dua Lipa yoxsa Aygün Kazımova? Dua Lipa ilə. Dua Lipa yoxsa Cekcan? Dua Lipa. Dua Lipa yoxsa Röya Ayxan? Dua Lipa. Röya xanımla uçmuşam. Dua Lipa yoxsa Billie Eilish? Dua Lipa. Sonuncu Mən niyə heyecanlandım? və Məncə təyyarən yox. sonuncu və biraz da çətin, daha bahalı bir səyahət yoldaşı. Dua Lipa yoxsa Elon Musk? Dua Lipa. Dua Lipa ilə. Bəli. Maraqlıdır. Ayaz Dua Lipa Məncə ilə. Elon Musk xərcləməyəcək orada. Hə, biraz ximisti eləyə bilər orada. Dua Lipa ilə hansı ölkəyə səyahət eləmək istəyirsən? Bir də bunu ayrıca deyim, Pərviz Hüseyn, Nuran orada kimlərin adı çəkildi, yəni hamısı dostlarımız, sadəcə doğmalarımızdır. Sadəcə olaraq tətil olaraq düşündüm ki, yəni xanımla uçmaq daha belə əyləncəli ola Maraton biz bunu bilər. çıxararıq, paylaşarıq. Şey deyərik heç ki, kim məndən inciməsin. Ayaz Babayev dostlarını satdı. Başlığı ilə qoy. Dua Lipa ilə niyə getdim? Onun takipçisi çoxdur. Yolda dedim ki, davay vlog zat çək. Paylaşaq. Hansı ölkəyə səyahət eləmək istəyirsən Dua Lipa? Hansı ölkə? Yenidən Amerikaya, Miami'yə bu dəfə getmək istəyirəm. Məncə maraqlı olar əslində. Çox da səs gətirən bir Bir şey də olur. düşün, təyyarədən Dua Lipa ilə düşürəm. Və bəli, kənardan da qəşəng çəkiş olur. İnşallah niyə də olmasın, gələcəkdə bu arzu reallaşa bilər, bu istək ola bilər. Səfərlərdə Belə insana baxanda Edison'a konsert versə, yəni Ayazla niyə? niyə də yox yəni. Yəni, mən hər şeyə inanıram. İndi bir daha yazar ki, sən kimsən Dua Lipa ilə uçursan, sən kimsən ki, məni Dua Lipa yanına yaraşdırmırsan. Söz yox. Məncə ən ideal cavab da bu oldu. Yəni Bəli. Edis Türkiyənin ulduzudur, Ayaz Azərbaycanın ulduzudur. Niyyədir? Belə ki, Dua Lipa gəlsin konsert Bugünkü versin. sosial dövr deyə bir dənə mahnı çıxartarsan, yəni elə Qlobal məsələn Gangnam atışa, Style. Təbii Kim gözlədi ki, məsələn o mahnı elə ajotaj yaratsın. Ayaz, məncə bu istiqamətdə artıq çalışırsan, Tekilan gördük və varmı yenə qarşıda belə bir maraqlı bizi? Əslində hə, yəni mən eksperiment eləməkdən qorxan müğənni deyiləm. Yəni mənim tərzim məsələndə mən daha çox necə dinlənirəm, sevgi mahnıları oxuyaraq. Amma mən bugün gün sevgi oxuduğum yerdə bir daha çıxıram boş adamlar eləyirəm. Nə? What? Məsələn, bunlar mən okeydir yəni. Ayrıca var ki, məsələn mən bilirəm ki, bugünkü mənim kütləm Tekilanı bəlkə də o qədər mənimsəməyəcək, amma qoy olsun. 5 ildən sonra indi böyüyən alfa nəsil var, Z kuşağından da sonra gələn nəsil. O nəsil tamam başqadır və çox başqa beyinləri vardı. Məsələn, baxıram ki, mən artıq ad günlərinə gedirəm. Məsələn, əvvəllər mən genel olaraq ən çox tələbələr dinləyirdi, yəni bu kəsim idi. Sonra tələbələr sayəsində onların valideynləri dinləməyə başladı. Çünki məsələn Rauf Gəriyev deyir ki, mən Tom Ayaz Babayev istəyirəm. Valideynlər normal olaraq baxır, Ayaz efirdə görmür. Çünki nadirən çıxıram efirlərə. Deyir, bala göstər bu görüm kimdir. Baxır, məsələn, maraqlı gəlir ona, valideyn də artıq məni tanıdı. Amma bugünkü mən gedəndə nəyə sevinirəm? Baxıram ki, artıq 10 yaşında, 5 yaşında uşaqların doğum günü partilərinə mən dəvət alıram və oradakı bütün uşaqlar mənim mahnımı əzbər bilir. Onlar da hamısı gələn bir ordudur. Yəni, bu dəqiqə ən çox odaqlanmışam əslində o uşaqlara. Yəni bu bir sevgidir, doğrudan da yəni bunu qazanmaq lazım. Mənim qardaşım oğlum 6 yaş var Amir. Məsələn, Amiri çağırım səninlə burada duet oxuya bilər yəni sən. Boş adamlar yəni o dərəcədə sevgi. Yəni istənilən formada hər kütləyə xitab eləmək lazımdır. Bəli. Az bir çox ölkələrə səyahət eləmisən və məncə bu həm dünya görüş formalaşdırır, həm yeni təcrübə qazandırır. Bəs ilham alıb yazdığın hər hansısa bir mahnı olubmu ya da düşüncəsinə düşmüsənmi? Bəli, hansı ölkədə? Olur. Yəni mən məsələn genel olaraq özüm yazdığım mahnıları elə ki heç vaxt oxumamışam. Funk tərzindədir. Çünki bilirəm ki, burada məsəl üçün bu tərz o qədər də tutmur. Məsələn, Hisslə Rızanın çox gözəl dueti gəldi, gün gələr. Məsəl üçün Azərbaycan məhsulu deyil deyələ, yəni digər mahnıları kimi
həmin artistlərin ajotaj yarada bilmədi də. Amma ki, çox gözəl proyekt. Məndən olsa mən ancaq o gün gələr kimi mahnı oxuyaram. Yəni mənim özümün funk tərzində yazdığım mahnılar var ki, onları hələ oxumuram. Amma getdiyim hər yerdə mahnı olmasın, şeir yaza bilərəm. Yəni hər şeydən ilham almağı bacarıram və həyatı çox sevirəm, yaşamağı çox sevirəm. Doğrudan da insan məncə xırda nüanslardan o ən çox zövq mənə almalı. ilham gələn yersi olub Misir. Oha. Hə, bilmirəm niyə belə də. Mən günəşə o qədər aşiqəm ki, yəni mən məsəl üçün günəş, dəniz, qum ən sevdiyim cütlükdür də yəni. Nə zaman səyahət eləmisiniz Misirə? Misirə keçən il 2024 ya 23, 23-də. Varmı maraqlı xatirələr oradan, başınıza gələn hansısa bir hadisələr? Hə, çox olur. O qədər burasdakı hamısı gülməli hadisələrdir. İndi bu dəqiqə dediniz heç nə yadıma gəlməyəcək. Amma ki dostlarımla gedəndə o qədər çox əylənirəm, izah edirəm. Gedişatda əgər yadına düşsə, biz istəyərik ki, səndən bildirəsən. Hə, məsələn, mən Almaniyaya gedəndə, Amerikaya gedəndə mənim ingilis dilim beginner səviyyəsində idi. Yəni ki, yes, no, mən maksimum belə deyim də, yəni How much hamilib bir tər. Mənə də deyiblər ki, orada turizm şirkətindən deyiblər ki, çaşarsan sən Frankfurtda gedərsən şey qapısına, ona nə deyirlər? Orxan, 2 dənə qapı olur, getdin. O birisi hə transfer. Hə. Bu arada Orxan mənim bütün biletlərimi alan adamdır. Salam verir, salam verir Orxan. İşlərində uğurlar arzu edirik. Mənim qardaşım, mənim uşağım. Orxandır. Minnətdarıq. Mənə deyiblər ki, transfer qapısına getməlisən, çaşarsan ölkəyə giriş eləyərsən, pasportuna peçat vurub deport edib göndərərlər Azərbaycana. Mən indi qapını tapa bilmirəm, belə qalmışam Frankfurtda, millət belə gedir, orada belə şeydə insanların daha çox da belə onu nə deyirlər, tranzit ölkə sayılır da. Turist şəhər sayılır Frankfurtda. Yəni çox uçuş var ora hədsiz. Mən də heç nə başa düşmürəm. Adam axtarıram ki, kimsə mənə kömək eləsin. Heç kimin də məsələn yaxınlaşsana da mən hello, все bitdi. Belə. Bir də gördüm ki, bir nəfər gedir. Hə, bacı çatmışam Frankfurtdayam. Bacı gəl. Qardaş görüm. Qardaş gəl. Xanlar adında bir qardaşla orada tanış olduq. Sağ olsun, mənə çox kömək elədi. Yəni o vaxtdan da münasibətdə qalıb, dostluğumuzda qalıb. Məclisləri falan olur, gedirəm, iştirak eləyirəm. Düzdür, yəni ödəniş ilə çağırırlar, amma yəni də bir dostluq yaranıb. Sonra Amerikaya gedib çatanda orada da eyni situasiya yarandı. Mən gəldim, çatdım. Vaşinqtonda qayıtdılar, mənə dedilər ki, yəni şansım hər yerdə yavər gətirirdi. O onu demək istəyirəm. Gəldilər, orada mənə dedilər ki, niyə gəlmirsən Amerikaya? Mən dedim ki, Türkiyə işdir. İllər bir də gördüm ki, gəldi oradan müfəttişlər falan ki, məni araşdırsınlar. Bir nəfər gəldi, yaxınlaşdı, belə sənəd göstərdi. Dedi ki, onlar ingilis dilində mənləndir. Girdi mənim qoluma, gedirik. Mən də bu adamı tanımıram, o da məni tanımır. Mən qayıtdı Azərbaycan dedi, sən müğənni deyilsən. Mən deyirəm, siz kimsiniz deyə, onu bilməsən yaxşıdır. Füsyo, hara gəlmirsən, qarşılayanım var, ora-bura. Mənim maşınımı oturtdurdu, qardaş yoxa çıxdı, getdi. O diplomatı idi, səhv eləmirəmsə. Tanıyıb yəqin mütləq səni. Tanımışdı deyə zaten kömək elədi. Yəni zaten bilsə Azərbaycanlıyam, 100% eləmişdi, amma yəni öncədən bilib ki, müğənniyəm. Buradan da o şəxsə təşəkkür eləyirəm. Adını bilmədiyim naməlum qəhrəmanım. Allah razı olsun. Yəni hara gedirəm, mən belə başımdan qəşəng işlər gəlir. Məsələn, atıram park bir yerə gedirəm. Orada dolu maşınlardır, yəni də heç kim orada park eləyə bilmir. Məsələn 5 dəfə fırlanırlar. Mən gələndə bir dənə maşın çıxır, mən ora girirəm düz qabağında. Əslində bu sevgidir də Ayaz. Yəni doğrudan da bu bəzən elə bir şeylər var ki, mən həmişə deyirəm, onu pulla almaq qeyri-mümkündür. Onu hər hansı bir qarşılıq verməkdən alın. Yəni o istək ki var, o sevgi olandan sonra razı ol. Bəs ölkə xaricində varmı məsələn səfər zamanı tanıyıb yaxınlaşanlar? Hə, olur, o qədər. Müxtəlif ölkələrdə. O qədər Rusiyada çox olur. Məsələn, Moskvada məşhur parklar var ki, oralara gedirlər. Gənclər məsələn o parklara çıxanda çox Azərbaycanlı olur, şəhid çəkdirirlər. Bir dəfə məsələn Gürcüstandayıq, mənim qardaşım, bir də Rasim var, həm mənim Reelsmakerin fotoqrafı, mənim də dostum, buradan salamlayıram hər ikisini də. Gəlmişik Gürcüstanda, toydayıq. Qalxdıq, orada Galeri Mall var, orada oturmuşuq, çörək yeyirik. Mən artıq toy giyimində gəlmişəm, babuçkada falan, yəni o da sizə deyirəm, aradasa fevral ayı idi. Gəlmişəm, mən girən kimi mola qızlar oturmuşdu, güldülər restorana girəndə, axırda. Mən də dedim, mənim kostyumuma güldülər ki, yəni bu gündüz vaxtı niyə babuçka ilə gəlib bura? Qızlar oturub, biz də oturmuşuq, biz də indi bir-birimizdən deyirik, gülürük, zarafatlaşırıq. İndi oğlan söhbətləri də belə deyim də, yəni arada məsələn zarafatlar plus 18 özümüz üçün. Ara sıra qızları da belə öz zarafatımıza qatırıq. Bir dənə zarafatın birində qızlardan biri güldü. Bəyəm. Dedim ki, deyəsən türkdülər bunlar. Dedim ki, türk müsünüz? Xeyr, Ayaz bəyaz. Azərbaycan lap pis oldu.
Biz də daha ağzımızda gələn zarafatı özümüz işlədik. Orada bildiyimiz, yəni yer ayrılsaydı girərdik. Olur Dost belə. ortamıdır, ola bilər. Yox, it's okay yəni. Belə şey, sadəcə olaraq ya da gözləmədiyin anda səni tanıyırlar və sən elə görünmək istəməzsən də, yəni də hər cür shit zarafatlar. 100% yəni istənilən formada. Ayaz, bax belə deyək də, bugünkü gündə doğrudan da biz məncə bu algını qıra bilmişik ki, keyfiyyətli işi də izləyirlər. Biz sənətçi kimi artıq gənclərin bir növ gənclərə xitab elədiyin üçün gənclərin sevimli bir ifaçısı kimi. YouTube-da trend bölməsi məsələn ləğv olundu. Bu əslində keyfiyyətli iş görən ifaçılar bunu tərəfdaşı oldular. Yəni tərəfdar oldular ki, bu olmalı idi. Bəs səncə bizim bu bayağı musiqilər olan marağımız azalırmı? Ümumiyyətlə bayağı musiqi hazırda bu necə deyirlər, incəsənətdə hansı yerdədir? Hələ də bayağı ifaçılar çoxdur və doğrudan da onlara maraq varmı? Necə düşünürsən bu barədə? Bir növ düşünürəm ki, bayağılıq biraz nisbi məsələdir. Yəni məsələn elə artist var ki, ona hamı bayağı deyə bilər, mən ona bayağı demərəm məsələn. Söz yox. Sözümü nəyə gətirirəm? Yəni dönəmində məsələn də Sovet dövründə dedilər senzura var idi falan filan, efirə məsələn bəlli sənətçilər çıxa bilərdi. O dövrdə belə insanlar kaset tapıb istədiyi sənətçiyə qulaq asırdı. YouTube olmadığı dövrlərdə belə məsəl üçün kasetlər, disklərdən istənilən mahnının tamaşaçısı və dinləyicisi var. Yəni mən bu günə qədər elə sənətçilərdənəm ki, bütün efirlərimə, müsahibələrimə baxsaz bir dəfə də olsun, yəni özüm bayağı iş görməmişəm. Yəni bu 2 kere 2 4 cibdədir. Yəni demirəm mən böyük sənətkaram deyəm, amma yəni ki, tərz olaraq, keyfiyyət olaraq həmişə keyfiyyətli iş ortaya qoymuşam. Buna rəğmən mən heç vaxt bayağı kiməsə söz atmamışam. Heç vaxt atmaram. Əgər bacarırsansa, daha yaxşısını et və kütləni arxandan apar. Yox, əgər bacarmırsansa, məsələn atıram, bayağı saydığımız ifaçılar bugünkü gün kollaborasiyaya daha çox gedirlər, durmadan çalışırlar, bir aya bir mahnı, ayda da hətta olur 2 mahnı çıxartırlarsa, bu insan əziyyət çəkirsə və əziyyətini dəyərləndirən bir kütlə varsa, mən məsələn atıram, o 5 milyon insanı, o sənətçini mən bayağı adlandıra bilmərəm, haqqım yox. Mütləq şəkildə. Yəni mən ona görə buna belə yanaşıram ki, yəni bəlkə ona görə, onun tamaşaçısına görə də bəlkə mən bayağıyam. O deyəcək ki, dəli niyə orada papağı açkini taxıb gözünə oturub başa düşdünüz necə? Yəni ki, onun öz fikri var, mənim öz fikrim var. Mən həyatı belə yaşayan insanam ki, yəni hamı özünə görə yaşasın. Bizim hamımız əslində çox gözəl insanlarıq. Hamı fərd olaraq gözəldir. Bəzilərimizdə çatışmayan nüans bilsiz nədir? Mən o təzə kəşf eləmişəm, yəni öz beynimdə analiz elədim. Bəzilərimiz toplum içində yaşaya bilmirik. Aha. Hər şeyi özümüzə görə dəyişməyə çalışırıq. Mən belə eləyərəmsə, Rauf da belə eləməlidir. Niyə? Niyə? Rauf fərd olaraq doğulub, onun barmaq izi ayrıdır, onun həyat hekayəsi, həyat fəlsəfəsi ayrıdır, onun yaşadığını mən yaşamamışam, mənim yaşadığımı o yaşamayıb, empati duyğusu çox aşağıdır. Eyni zamanda da yəni, insanlar istəyir ki, ən belə krutoy özlərini göstərsinlər. Məsələn, toy sferasında da vardı, baxırsan ki, təzə gələnlərə məsələn elə baxırlar ki, tipa sən aşağısan da başa düşdün. Yəni baxırsan ki, yəni niyə də, niyə? Yəni 5 il qabaq sənə elə baxırdı kimsə, bu gün sən ora gəlmisən, sabah sənə kimsə elə baxacaq. Yəni insan ümumiyyətlə elə yaşamalıdır ki, həyatını. Yəni bugünkü gün məni sevməyən insan varsa belə, başa düşdünüz necə? Onun problemi vallahi mənlə deyil, özü iləndir. Yəni mən ona görə düşünürəm ki, bu günə qədər heç kimin qəlbini qırmadım, yatanda başımı yuxuya qoyan, mən kimisə pis istəmədiyim üçün özümdən fəxr edirəm ki, yəni mən heç kimin qəlbinə dəyməmişəmsə, mənim vicdanım rahatdır. Ona görə də yəni bayağılıq məsələsi mənə görə nisbi məsələdir. Kim işini necə bacarır eləsin, bir-birinə zərər vermədən. Bugünkü gün marketdə məsələn atıram zərərli qida da satıla bilər. Hamımız bilirik ki, məsələn də ambalajda olan qidalar orqanik qidalardan, yəni zərərlidir, qat-qat zərərlidir. GMO-su dəyişdirilmiş qidalar var. Mən onu israrla gedib özüm alıramsa, mən kiməsə nə deyə bilərəm ki? Yəni sən rəfdə məsələn atıram bayağı ifaçı da var, pop estrada ifaçısı da var, sənətkar da var. Yəni bugünkü elə bir sistem, elə bir dünyadır ki, məsələn 30 il qabaq olsaydı mən deyərdim ki, məcbur efir ancaq insanlar baxır. Yəni kimi qoyurlarsa onu da sevirlər. Bu gün elə deyil axı. Sənin hər yerə çıxışın var. Sən istəsən Mozarta qulaq asarsan, sən istəsən nə bilim Rodolfo Quatre'yə qulaq asarsan, yəni ürəyin kimi istəyir qulaq asa bilərsən. Əgər biri pisdirsə, sən o dilvə gətirmə, qulaq asma vəssalam, at bloka, görməzdən ye. Ona görə mən bu məsələdə yəni digər sənət dostlarım kimi düşünmürəm.
Qeyd eləyək ki, verilişimiz Avidesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Avidesk Travel şirkəti ölkədə uzun müddətli turizm sahəsində fəaliyyət göstərən öndə gedən şirkətlərdən biridir. Bu dəfə Avidesk Travel şirkəti sizə səyahət üçün tamam fərqli bir istiqamət təklif edir. Artıq siz Antalya, Bodrum, Montenegro kimi adları unuda bilərsiniz. Çünki bu dəfə Avidesk Travel şirkəti sizə Birləşmiş Ərəb Əmirlikliyinin gizli qalan cənnəti Ras Al Xayməyə səyahət etməyi təklif edir. Düşünün, Dubay səviyyəsində xidmət, amma Antalyadan daha sərfəli. Yalnız resort otellər, lüks və elit istirahət. Ən əsası isə vizasız səyahət. Daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə elə indi tələsin və əlaqə saxlayın. Qeyd edək ki, hazırda Ras Al Xaymə bölgəsinə qaynar tur paketləri də mövcuddur. Sən bu fikirlə razısan ki, ümumiyyətlə tamaşaçının zövqünü dinləyicinin elə sənətçi formalaşdırır. Baxır necə. Məsələn, atıram, hərdən görürsünüz ki, məsələn, yazırlar ki, sənətçi örnək olmalıdır. Xeyr, sənətçi örnək olmalıdır deyə bir müddəa yoxdur. Əgər bir insan örnəyi, tərbiyəni, mədəniyyəti öz valideynindən, öz müəllimindən, öz çevrəsindən götürməyib də gəlib müğənnidən götürəcəksə, o mənim problemim deyil, onun ailəsinin problemidir, müəllimlərinin problemidir ki, örnək ola bilməyiblər. Sənətçi örnək deyil, zövq formalaşdıra bilərik. Mən sevən insan bugünkü gün baxar, gedər məsələn, atıram, mənim taxtım papağı taxıb, mənim taxtım eynəyi taxa bilər. Ya bu bir sevgidən yarana bilər. Amma ki, mən o sevgini nə ilə yaratmışam? Öz mahnımla. Yəni, mən o insanı gəl bir yerdə, indi mən mahnı oxuyacam, mən qulaq asarsan, yox. Yəni, mən işləmişəm, onlara xitab eləmişəm. Onları götürüb arxamca mən idarə eləyə bilərəm, daşıya bilərəm, yəni, yönləndirə bilərəm. Amma yenə də nəhayətində o məni tapır, mən onu yox. Yəni, bugünkü gündə sənətçi sadəcə işini görür. Bəli. Və dinləyici özü qərar verir onda. Bəli. Mən kimə qulaq asmalıyam? Sevənlər yox, amma dinləyici. Dinləyicilər. Sevənlərim mən bugünkü gün bayağı da çıxıb oxusam, məsələn, atıram, hər hansısa bir bayağı mahnı oxusaq, bildiyimiz bayağı. Mənim sevənlərim mənim arxamda dağ kimi duracaq, deyəcək, mənə pis yazanların ağzını yumacaq ki, bayağı sənsən, Ayaz deyil. Mütləq. Çox maraqlı yanaşmaydı Ayaz. Bəs belə bir sualı da vermək istəyirəm. Sonra biz mövzumuza qayıdacağıq, amma yəni biz burada sənətdən danışırıqsa, sən uzaq şokolad tatdın. Yəni biz danışırıq. Yəni ona görə ki, biz suallarımıza cavab alaq. Hətta doğrudan da bəs biz məsələn bəzi insanlar deyir ki, show biznesdən danışırıqsa 10 il əvvəl qalmışdı. 10 il, 20 il əvvəl idi show biznes. İndi belə bir show biznes yoxdur. İndi rəqabət anlayışı dəyişib. Bunlar doğrudur yoxsa yox? Yanaşma olaraq bugünkü gündə hələ də bu rəqabətlik varmı? Yəni bu inkişaf yönündə ola bilər və yaxud digər mövzularda. Yəni biz qalmaqallı show biznesi bir 10 il, 15 il əvvəl məsələn görüldüsə, bildirirlər ki, indi yoxdur, çünki sənətçilər inkişaf eləmək istəmir. Məsələn, belə bir fikir var. Məncə elə deyil. O vaxtın tamaşaçısı intriqaya daha çox açıq idi. Bugünkü tamaşaçı yox. Bugünkü gənclər deyir ki, mənə maraqlı deyil. Mən sən girib orada. Çünki mağazin proqramları izlənmir. Yəni insanlara bu maraqlıdır. İnsanlar açır Apple Music-ni, Spotify-ni, kim keyfiyyətlidir, kim ona ləzzət edirsə ona qulaq asır. O vaxtın tamaşaçısının elə bir avantajları yox idi. 20 il qabaq maksimum televizor, radio idi. İnternetin yox idi sən. Anlata bilirəm. Yəni o dövrün tamaşaçısı ömrü boyu ümumiyyətlə intriqa sevən insanlar olmuşuq. Biz baxıram məsələn o gün Bakı Zooloji Parkında ayı ilə ayı dalaşır. İnsanlar necə yığılıb onlara da belə baxırlar yəni. Bizdə o intriqa sevmək var. Yəni ayının davasına elə bir həvəslə baxırıq ki, məsələn İraq olsun, bir avtoqəza olur, baxırsan ki, probka, tıxac yaranır. O qəzaya görə olmur. Keçən hamı belə baxmalıdır ki, orada nə baş verib. Ya orada zaten polis var, o işi həll eləyir, sən görməsən. Yəni ya dağılmayacaq, sən get dur. yolu. Hə. Ya sözüm ona gətirəm ki, o vaxtın tamaşaçısı 20 il qabaq o rəqabət olan dövrlərdə, yəni mağazin proqramlarda, hətta ya bu bütün dünyada var ki, əvvəldən danışıq ki, Rəf, sən mən söz et, mən sən söz ataq, gündəm olar. Amma bugünkü gün elə şeylər çox gündəm olmur. Çünki İnsanlar rahat münasibət bildirə bilir və insanlara həqiqətən artıq buradadılar belə şeylərdən beziblər. Bizim tamaşaçılar belə şeylər xoşlamırlar. Həm də düşüncə də dəyişir də. Yəni sən dediyin kimi bizim tamaşaçılar belə free, belə relax dinləsinlər səni, belə də özə girib səni qalmaqal yaradar sənin ağzına gələn yazılar. O heç kimə ehtiyac yox. Və son olaraq keçirik mövzumuza, amma bir qalmaqallı sual da verib yekunlaşdıram. Düşünürsən bitir? Yox, hələ var, hələ suallarımız var bizim. Biz mövzuya qayıdacağıq. Biz səyahət mövzusuna qayıdacağıq. Hələ ki sənətdən danışırıq. Bəs belə bir qalmaqallı bir sualda ünvanlayaq və yekunlaşdıraq. Yəni bu mövzunu bağlayaq. Düşünürsənmi ki, Azərbaycanda doğrudan da musiqilərinə bot vuran ifaçılar var? Var. Düşünürəm, yox, bilirəm, var. Aha. Biz ad çəkməyə ehtiyac yoxdur, amma var. Eləsinlər də, yəni mən pis bir şey deyil mi? Yox, pis deyil. Aha. Mən də yeyəcəm artıq. Məsələn, atıram da.
Mən niyə bir mahnının hit olmağının var, Rauf gedirik konsertlər, 10 dən müğənni var, aparıcısı sənsən. Yəni 10 müğənnidən maksimum ikisi mikrofonu uzadanda cəmaət oynan biri ağızdan oxuyur o mahnısını. Ya hit budur. Yoxsa orada sənin 50 milyonun var ya, o məzərər eləmir. Yəni mən durub bunu demirəm ki, o özünə 50 milyon vurub, cəmaət baxın, o özünə bot vurub. Məndə 5 milyondur, amma məndəki düz zadı. Ya zaten mahnısını bilmirsə insanlar bir adamın o bot vurubsa, onu heç kim heç yerə dəvət eləmir. Mən mahnımı məsələn atıram. Marmalad mahnım var, yarım milyon baxışı var. Amma TikTokda mahnıya yəni bəlkə bir 30 min video çəkilir. Yəni TikTokda bir hissəsi var ki, bebim marmalad dedi, ye məni, onun dodaqları mənim cövvərim. Hamı orasına TikTok çəkib deyənə o mahnını hamı əzbər bilir, amma yarım milyondur baxışı. Mən ona götürüb bot vursam, məsələn bot da yox, belə deyim, 1000 manat reklamına qoysam mən onu 2 milyon eləyərəm də. Yəni ads menecerdən məsələn. Bu da çox normaldır. Bot vurana da normal baxıram, reklama buraxana da normal baxıram. Bir şəkildə ümumiyyətlə önə getmək istəyən can atan insanlar ki var, başa düşdünüz necə? O insanlar bir də var adamlar ki, məsələn oturub neyim ayağımla qoy mən Raufun mahnısına diskrit nə bilim, o mahnısını qoy YouTube'da vurdurum. Nəsə ona pis deyirəm. Mən bu insanlara pis baxıram. Özü üçün nəsə eləyib ya bu indi mən müdafiə edirəm, o demək elə mən bot vururam, girib baxa bilərlər bütün mahnılarıma. Hamısının baxışı. Məsələn bir mahnım var 15 milyondur, Tekila məsələn 150 milyondur. Yəni 150 mindir. İnşallah. İnşallah, niyə deyir? Yəni ki, mən o dərd eləmirəm. Bir mahnının 5 milyon. Çünki məsələn, girsəz, baxsaz adicə, məsələn, adicə Rihanna'da mahnısı var ki, 3 milyard dinlənilib. Mahnısı var ki, məsələn, Wakanda'nın soundtrackini elədilər. Bəlkə 5 milyon baxışı var. Smurfiklərdə məsələn, orada da Rihanna deyəsən dublyajdadır. Karoçidə yəni, çox mega ulduzlar var ki, 4 milyard da dinlənilən mahnıları var. 1 milyon da dinlənilən. Yəni, bu məni narahat eləmir. Amma kimsə özünə baxış vurursa, qoy vursun. O da elə qabağa getmək istəyir. Yəni, məncə amma əsas o reyting nədir? Doğrudan da bugün biz küçəyə çıxanda ad soyad. Yəni mən ən real reytinq budur da. Məsələn, Ayaz Babayevi kim tanıyır? 3 nəfərdən ikisi tanıyırsa, bu artıq real reytinqdir. O baxış ola bilər. Onu dana da bilərlər. Məsəl üçün şəhərə çıxarsan, sən soruşarsan, bildiyi halda deyər, bilmirəm. Cool göstərmək üçün. Önəmli olan mənə görə nədir? Yəni sən məni sev ya da sevmə, amma ki 3 ya da 4 minimum mahnımı əzbər bildiyimi bilirəm. Möhtəşəm. Ayaz, qaydaq mövzumuza. Deməli, bizim rubrikamız var. Mən düz demirəm, bax sən mənlə, mən də sənlə bunu bilməyən var. Tarix yazırıq, tək qələmlə, yəni də bilməyən varsa belə, bilməyən varsa belə hardasa 100% eşidib. 100%. Yəni mən Amerikaya gedirəm, nə bilim mən Avropaya gedirəmsə, bu mahnını Azərbaycanlılar orada yaşayanlar əzbər bilirsə, burada yaşayanın bilməmə ehtimalı sıfır. Yoxdur. Doğrudan yoxdur. Yəni. Yəni konsertlərdən ən azı neçə dəfə konsert olmuş. Mən səviyyədə sevməm, əzbər bilirsən özü ağıllı. Yəni mən də dostlar bunu canlı şahidiyəm. Bir neçə dəfə konsertdə olmuşam və doğrudan deyir Rauf deyir. Mən deyirəm, hamı Ayaz mahnıya başlayanda hamı onunla bir yerdə oxuyur. Biz də kənardan oxuyuruq. Bu realdır. Qaliblər mühakimə olunmur deyirik və keçid alırıq ənlər rubrikasına. Qaydırıq səyahətə. Deməli bizim ənlər rubrikamız var. Mən sənə prosta heyfim gəlir, oynayıram. Nuş eləyə bilərsən. Yəni bilirəm oradan çıxsa 2 dənə qalsa o pis görsənəcək. De o yumru gömbul var, qırmızı. Bu çox olanlardan yeyirəm. O kamerada görünmür, rahat şəkildə yeyə bilərsən. Burada qarışıqdır. Həm səyahətlə bağlıdır. Mən sənə cümləni deyəcəm və məsələn ən yaxşı yemək deyəndə ağlıma həmin ölkənin adı gəlməlidir. Başlayaqmı? Dostlar, havada qalan söhbətlərdə Ayaz Babayevlə ən yaxşı rubrikası. Elə ən yaxşı yemək. Rusiya, Moskvada. Ən yadda qalan şəhər. New York. Ən yaxşı ifaçı. Ən yaxşı ifaçı. Bu xarici ifaçılar da ola bilər, yəni. Kiminsə qəlbinə deyim. Hə, onda qoy xaricidən. Xarici deyil. Olmasın, Rihanna. Rihanna. Ən sevdiyin musiqi aləti. Ən sevdiyim musiqi aləti yəqin ki gitarı. Ən maraqlı səyahət xatirəsi. Ən maraqlı səyahət xatirəsi. Yəni hansı ölkə ilə bağlı olub? Kıbrıs deyərdim. Ən zövq aldığın mahnı. Öz bəli. Qoy olsun Aytənli qadın. Qəşəng. Ən romantik şəhər. Paris. İdeal cavabı idi. Ən ideal konsert yeri. Ən ideal konsert yeri. Gəl bunu ölkə xarici eləyə burada da reklam. Arzusunda olduğum yoxsa verdiyim? Yəni verdiyin. Ölkətli şəhər. Şəhər. Şəhər hansı şəhərdə idi Almaniyada? Kölündə idi ya da Hamda idi. Ham deyəsən. Ham. Ən sevdiyin desert. Ən sevdiyim hamısını sevirəm. Amma ən sevdiyim öz desertimiz olan paxlava. Paxlava. Ən yaxşı yol yoldaşı. Ən yaxşı yol yoldaşı.
O məni öldürər dostlarım, mən bunu at çəkimimdən olar. Ya da bir neçə at çəkim. Bir neçə ad olur. Ən yaxşı səyahət yoldaşları. Özürlü saysınlar. His, Cavanşir, Əpruzə, Hakan, Rasim, Asif, qardaşım, Mehin, sonra kimlərlə getmişik? Fərman, Naton. Kimi ilə getmişəm, hamısı bombadır. Biraz cığalçılıq oldu, amma yox. İnciməsin heç. Kiminsə adını yadımdan çıxartdımsa götürər mənə WhatsApp-da yazar. Allahın olsun, mən şizofren şeyimi ağzıma gələn yazaram. İnsanın bu boyda lampa var başımın üstündə, ben sorğu sualdayım. Adını da bilərəm. Hamısı sevirəm. Ən maraqlı mədəniyyət. Ən maraqlı mədəniyyət. Aha. Bilmirəm niyə Roma mənə daha çox belə şey gəldi. Yəni ümumiyyətlə istər şəhərin öz görüntüsü, istər də hər köşədə insanlar bir şeydən xoşbəxt ola bilirdilər orada. Bəs belə bir sual verim onda. Ən ideal gəzinti vaxtı və fəsli? Ən ideal gəzinti. Sənə Mən görə. yay adamıyam deyənə mən yayı seçərəm Bodrum. Və son olaraq ən çox tövsiyə edəcəyin səyahət məkanı? Ən çox tövsiyə eləyəcəyim səyahət məkanı. Yenə deyirəm, məkanın önəmi yoxdur, yanındakı insanlar da önəmli. Səyahət elə insanlarla çıxın ki, onlar sizin baş beyninizi aparmasın. Səyahət elə insanlarla çıxın ki, sizinlə eyni beyində olsun. Məsələn, mən ömrü həyatımda Luna Parka getməmişdim uşaq olanda. Böyüyəndə mən 2 il qabaq Luna Parka getdim, amma dostlarım heç biri mənlə gəlmədi. Buradan namızı şiddətlə qınayıram, tək getdim mən Luna Parka. Tək ol. İstanbulda. Düzdür, orada Türkiyədə dostum var idi, ona dirəşdim ki, gəl biz səninlə gedim. Hansı dostlarına istəyərdin Oğulcanı getməyə? buradan salamlayıram, sağ ol Oğulcan, məni tək buraxmadın. Getmişdim, mən idim, qardaşım idi, Rasim idi, Hakan idi. Qardaşım əslində gəldi bizimlə, sadəcə etdi ki, mən Luna Park maraqlı deyil, girmədi, oralarda molda özü üçün takıldı. Mən qardaşımla bir dənə xasiyyəti var, xoş deyir, hansı ölkəyə gedir, girir mola çıxmır. Bir həftə oradasansa moldadır bu insan. Sən alış-veriş edir yoxsa? Alış-veriş eləyir, belə özü içində bütün günü. Məsələn, gəzəndə deyir ki, siz çox gəzəcəksiniz, mən onda minirəm taksiyə gedirəm mola. Bəs sən özün aktiv səyahət xoşsun yoxsa pasiv səyahət? Ölkəsinə görə deyişir, amma yenə də mən gəzməyə tərəfdarıyam. Düz yəni bir dənə Əpruzəni salamlayıram, Əpruzə kimi də gezməyi xoşdur. O çox gəzir. Təsəvvür edin, Montenegroda elə bir kilsə, elə bir nə bilim yer qalmadı ki, yəni tarixi abidə olsun, dini məbəd olsun, o insan getməsin yəni. Hakan axırda dedi ki, mən gedirəm Əpruzə, sağ ol, özün get kilsələri. Ayaz, Gürcüstan məsələsini danışdın. Mütləq ki olub, həmin an utandırıcı bir hadisə, amma sonradan gülməli bir xatirəyə çevriləcək başqa bir anı varmı? Var. Eksklüziv olaraq bizə bölüşəcəyin. Hə, var. 2015-ci il idi, Baku 2015 oyunları ərəfəsi idi. Bilet bizə kim verirdi? Olimpiya stadionu olsun, Bayıl Su Arenası olsun. Yəni hara bilet tapırdıqsa bütün oyunlara gedib baxırdıq. O dövrdə mən Pərvanə ilə belə maşında videolar çəkirdi, eləyirdi. Yəni bir belə sosiala bum kimi düşən bir dövrümüz idi. Hamı bizi ölkə tanıyır. Çünki o 2015-ci ildə qız oğlan, couple, dost fərqi yoxdur. Qız oğlan yan-yana bizdə görünmürdü. 2015-də bunu Pərvanə ilə biz eləmişik. İlk o da necə olub? Gelmişik, konsert vermişik əsgərlərimizə hərbi hissədə. Oradan çıxanda elə belə bir komik bir meyxana tipli bir mahnı idi. Onu çəkdik, qoyduq, səhər yatdıq, durduq ki, məşhuruq. Heç təsadüfən də, yəni planlanmış bir şəkildə olmadı. Əslində buna da mən belə bağlayıram ki, illərlə çəkdiyimiz əziyyət idi. Allah orada işığımızı parıldatdı. Hər yerdə yəni, çox gözəl. O dövrdə də hamı bizi tanıyır, hamıya da maraqlı gəlir ki, bu iki gənc kimdir? Biz gelmişik Baku 2015 oyunlarına. Orada Azərçayın stendi var idi. Reklama girmədim. Yox. Azərçayın biz götürək, reklam götürək Azərçayı. Azərçay reklam verin, bura zor verin işte. Gəldi, bir qız oradan stenddən belə piştaxtadan tullandı, bizi qucaqlamaq, mən sizi sevirəm falan filan. Yanındakı rəfiqəsi də qayıtdı dedi ki, bunlar kimdir ki, mən heç bunları tanımıram. Pərvanə də belə dilli dilavər qızdı. Qayıtdı dedi ki, bu dəqiqə polis gervə girsə elə bizi yaxtarışdı. Qız qayıtdı, yox, tanımıram sizi. Pərvanə dedi bir dənə gir polis gervə baxaq. Girdik, gördük ki, qız bizi axtarıb həqiqətən. Axtarıb. Allah'a and olsun. Sonra belə oldu, Didi güldü. Yəni pis mənada olmadı da. Didi güldü. Qız dedi ki, "Mən utandım deməklə, dostlaşdıq onlarla orada." Sonra səhərsi günü Olimpiya stadionunda idi o hadisə. Səhərsi günü Bayıl Su Arenasına gəlmişik qum futboluna baxmağa. Azərbaycanla Portuqaliya oynayır. İndiki kimi yadımda. Hətta arada qapılar dəyişib, mənim xəbərim yoxdur. Portuqaliya bizə qol vuranda mən sevindim. Belə amma xəstəyim. Futbol anlayışı oldu orada. Təsəvvür eləyin ki, oradan çıxmışıq indi oyundan, hamı belə axınla gedirdi. Orada məsələn konsertlərdə necə olur bu stadionlarda falan. Mən bunu öz dostlarıma danışıram ki, dünən belə hadisə oldu, Pərvanə də götürdü, belə elədi, qız da şey elədi, Didi güldü yola birazdan. Qız da arxadan qayıtdı ki, mən də onu görmürəm, sən o da burdadır. Qayıtdı dedi ki, o qız mən idim Ayaz bəy.
Ya Allah anlasın. O moment yer ayrılsaydı mən o yerin dibinə girərdim. Yəni pis söz işlətməmişəm zaten. Amma danışmaq Sadəcə onun məsələsi. sözünü danışıram və o adam da mənim arxamda gəlir. Diqqətli ol. Xəcili rüsvayı cahan oldum. Maraqlıdır. Bunu mütləq ayrıca paylaşmaq lazım. Ayaz artıq sonlara doğru Salamlayıram gedirik və doğrudan da belə bir sual da verim. Biraz Sonuncu sənətə da. bağlayaq. Sonunda bir rubrikamız var. Ondan qabaq ki, axırıncı sualla 2 sualımız qaldı. Birincisi, klip çəkmək istədiyin şəhər, ölkə. Marağında və ya planında varmı? Var əslində. Yəni getdiyim yerləri zaten dəyərləndirirəm. Moskvaya ilk gedişimdə klip çəkdim, gəldim. Eynən biliyorum. Marmalada, Romada çəkdik. Belə yəni də mən bilmirəm, mən vibe olaraq belə bir nəsə bir mahnı çıxarta bilərəm ki, Miami'yə daha belə otursun. Miami'də nəsə istəyərəm eləyim. Məncə tam hazırda. Gita San Andres vibe'ında bir şey. Bəs və bizim həmişə qonaqlarımıza verdiyimiz ənənə bir sualımız var. Səyahətlər bəzən insana başqa cür təsir eləyir də. Bu həm dünya görüşünü formalaşdırır, həm maraqlı bir təcrübə qazandırır. Ayaz Babayevə ümumiyyətlə səyahət etmək nəyi öyrədib? Səyahət etmək mənə onu öyrədib ki, mənə xatirələrimi, həyatımdan ən gözəl anları deyəndə mən bugünkü gün 30 yaşım var. İlk uçuşumu da eləmişəm 25 yaşında. Və mənə ən gözəl xatirələr deyəndə həyatımla bağlı vəsətçində bayaq məsələn gülməli bir şey danış, əyləncəli bir şey danış. Mən baxıram ki, genel olaraq tətildə olan hadisələri mən danışıram. Mən onu başa düşürəm ki, insan bugünkü gün qazandığı üçün həqiqətən tətil eləmək üçün yəni böyük pullar lazımdır. Məsələn, Azərbaycanda elə dilbər güşələri var ki, sən orada 3 gün qalıb daha çox pul xərcləyərsən, nəinki Avropaya gedib xərcləyərsən. Yəni insanlar düşünməsin ki, orada yazmasınlar ki, pulun var, gedib gəzirsən də. Bu məsələ əsla bu deyil. Çünki mən normalda hamı bilir ki, tətilə elə salaram, gedərəm ki, yəni iş götürərəm, həm ziyarət, həm ticarət ki, yəni yığdığım pulu xərcləməyim. Yəni sözümü ona gətirirəm ki, səyahət mənə onu öyrətdi ki, həyatı yaşamağa dəyər və yığımcıl olmaq o qədər də gözəl şey deyil. Çalış ki, gözəl xatirələr yığasan, pul gəldi, gedərdi. Həqiqətən belədir. Yəni, bugünkü gün sən pulunu çalış elə şeylərə ayır ki, sabah nə bilim qismət olsa təbii ki, bir 50, 60, 70 yaşına çatanda, yəni arxaya çönüb baxanda həqiqətən mən bu həyatı yaşadım deyəsən. Yəni səyahətlər mənə görə bir yaşam tərzi olur. Həyat anlardan ibarətdir. Və bu Ən anları gözəl anlar da elə səyahətdə olur. doya-doya yaşamaq da lazımdır. Ayaz, bizim sonda bir top 5 rubrikamız var. Aha, indi kiminə düşməni? Yox. Bu dəfə özünü sınağa çəkəcəksən. Süni intellektə görə ən yaxşı 5-ci sıralamadan başlayacaq. Ən yaxşı 5 Ayaz Babayev mahnısı. Buyur. Başlayaq səndən. Mən deyirəm. Sən deyirsən bizdə ilk 5-likdə var, yoxsa yox onu deyirik. Aha, ilk 5-likdə var yoxsa boş adamlar. Var, ikincidir. İkincidir. Xəyallar fəsli var. Xəyallar fəslini salmayıb. Nə üçün belə var onda? Yoxdur. Möcüzə. Möcüzə var. Ən çox da onun Dördüncüdür. dinləyiciləri deyəcəm, sən mənlə. Sən mənlə birincidir. Ay, öyle yazıq diyor. Sonra Aytənli qadın. Yoxdur. Yoxdur. Süni intellekt hər janrdan və ümumiyyətlə ümumi özünə görə ən yaxşı Amma seçir. oynamıram, necə yoxdur o mahnı? Özünə görə yoxdur, amma fərqli mahnılar var. Biraz düşünək. Fərqli mahnılarım da var. Cheesecake var. Yoxdur. İmdad. Yoxdur. O mahnı mənim qara gözlər, nə bilim. Yox da yox deyəm, mənim çox dinlə. Mələk kimi var. Deməli biz boş adamlar dedik, sən mənlə Sən dedik. məndə boş adamlar. 4-cü mahnı olaraq daha sonra biz Sənə yasaq. Xəyallar fəslini dedik. Var xəyallar. Bəli, var bizdə 3 və 5 qalıb. 3 və 5 qalıb. Orxan hansı olar? Toyundan sonra oxumuşdu. Ən yaxşı top 5 mahnı olaraq Duetdir. kömək eləyim, tək mahnıdır. Tək mahnı. Biraz vətənpərvər ruhdadır. Azərbaycan. Bəli, hətta bunu bəyənib 5-ə qoyub Azərbaycan ən yaxşıdır yazıb və Like elədim. Bu arada onun sözlərini özüm yazmışam. doğrudan görün, yəni süni intellekt dəyər verir buna. Musiqisi Səmimi- Fərğundur. Səmimi duyğuları ifadə edən ifa olaraq da bir mahnı seçib. Səmimi 3-cü yerə qoyub onu. ifadə. Sevgi mahnısı da lirikdir o zaman. Lirikdir, amma sevgi deyil. Lirikdir amma sevgi deyil. Məncə biz bunu bir mahnı qalıb. Məncə biz bunu saxlayaq, dostlar tapsınlar ya da ki mən sənə burada onu göstərim. Okey. Yazın sizə görə hansıdır? Bax,
və səmimi duyğuları ifadə edən ifa kimi bunu Gözəldir o. üçüncü yerə Mən qoyub. sənə deyim ki, mənim qardaşımdır, hissdir, yəni yaxın çevrəm olan insanlar, doğmalarım ən çox o mahnımı bəyənirəm. Dostlar, əslində Ayaz da yetərə qədər spoiler verdi. Artıq bunu tapmaq sizə qalıb ki, Ayaz Babevin ən yaxşı top süni intellektə görə top 5 mahnılarının üçüncüsü hansıdır? Bəs özün sıralasaydın bu sıranı necə eləyərdin? Özüm sıralasaydım bu sıralamanı necə elə? Bu ana görə dəyişir. Bir baxırsınız ki, ən sevdiyim mahnı Aytənli qadını, bir baxırsınız Marmaladdır. Yəni bu dəqiqə ki, hal-hazırdakı ruh halıma görə soruşsaz belə deyərdim. Birinci yerə qoyardım, bilmirəm niyə indi maşında gələndə ona qulaq asıb gəlmişdim. Birinci yerə qoyardım Marmaladı. Aha. İkinci yerə qoyardım Nə üçün beləni? Üçüncü yerə qoyardım Sən mənləni? Dördüncü yerə qoyardım Boş adamları? Beşinci yerə qoyardım. Ayda hamısı qəşəngdir deyənə bilmirəm. 5-ə də hamısı. Beşə də hamısını. Xoşum. Ayaz, çox sağ ol. Sən sağ ol. Doğrudan səmimiyyətin, çox xoş həmsöhbət Etiraf elə ki, hamı ilə belə qəşəng verilir. Yox, yəni bunu həmişə vurğulamaq lazımdır ki, məncə dostlar da bunu, Məhəmməd necə oldu veriliş? Məncə sən zövq aldın sən. Mən baxdım, bütün efiri gülürdü. Samir də bəyənib ümid edirik. Samir necə olub veriliş? Əsas bizim komanda bəyənibsə, digər dostların hamısı O birisi kimlər var? bəyənməyib desən, çıxıb getdi. Yox, oydu. Biz burada bir nəfər də oturmuşdu. Yox, Məhəmməd daha diqqətlə qulaq asmadı. Orxandan da soruşaq, necə oldu veriliş? Efirdə yazır da. Əla. İşte dostlar da bəyənibsə doğrudan da. Deməli çox yaxşı bir. Mənim ürəyimdir. Doğrudan həqiqətən hər şey bir kənara, sənətin, səmimiyyətin, dostluğun, sözün əsl mənasında, yəni bu qədər gərgin iş qrafikinə vaxt ayırıb gəldiyin üçün minnətdaram. Təşəkkür edirəm. Yox, gündüzləri boşuq. Hə, inşallah. Biz biraz da şey dedik də, indi abardırdıq, qabartma tozu nə isə. Amma yəni ki də sən sağ ol ki, dəvət elədin. Yox. Həqiqətən mən yəni sən aparıcılığını da, özünü də, şəxsiyyətini də çox bəyənirəm. Belə deyim, hər efirə getmirəm bu sözü deyəndə, yəni əslində də, yəni bəzən belə çıxır ki, yəni bura gəlmişəm, mənim dəyərim elə yox. Yəni mən o mənada deyirəm ki, yəni sağ ol ki, sən belə səviyyəli işə məni dəvət elədin. Minnətdaram, çox sağ ol dəyər verdiyin üçün. İnşallah daha böyük kütləyə xitab eləyəsən və qlobala biz artıq birlikdə, yəni işlər çıxarasan, Azərbaycan musiqisini, incə sənətini oralara aparasan. Niyə də yox? Biz əminik ki, bu olacaq. Daha böyük layihələrdə yavaş-yavaş mən uzadıram ki, sənlər də gəlsin. İnşallah biz bunu dedik, Aynişanla oldu, xaricdə getdik. İnşallah burada manifestləyək. Gələcəkdə xarici ölkədən bir yerdə bir veriliş eləyək. Getməsiniz Aynişanla? Niyə də yox? Hə, biz Ərəbistana getdik inşallah, Rasal Xaymad. Orada bir vlog çəkdik. İnşallah düşünürəm ki, niyə də yox, bir gün sənlə də maraqlı bir ölkədə qəşəng bir veriliş eləyərik. Dostlar, havada qalan mütləq siz də yazarsınız. Bəli dostlar, siz bu dəfə Havada Qalan Söhbətlər layihəsində Ayaz Babayevlə olan müsahibəmizi dinlədiniz. Gələn dəfə hansı qonaqları efirimizdə görmək istəyirsinizsə, bizə bunu sosial şəbəkə hesablarına yazmaq unutmayın. Qeyd edək ki, verilişimiz AVD Scrabble şirkətinin sponsorluğu ilə yayımlanır. Sağ olun, salamat qalın. Xudahafiz.